Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, Allah Resulü Muhammed s.ə.v-in həyatından Səhifələr adlı kitabımızdan Peyğəmbər s.ə.v həyatı ilə bağlı olan məqamlara toxunmağa davam edirik. Bugünkü dərsimiz Peyğəmbər s.ə.v-in yaşı, onun doğulduğu yer, hicrət etdiyi yer və anası və atası barəsində olacaq. Allah Resulü s.ə.v doğulduğu yer Məkkə şəhəridir. Peyğəmbər s.ə.v Məkkə şəhərində doğulub. Məkkədə Hişam oğulları məhəlləsində Rabiül əvvəl ayının 9-u və yaxud da 12-si birinci günü, necə ki hədisdə söylədiyimiz kimi 571-ci ildə dünyaya gəlmişdir. Və Peyğəmbər s.ə.v-in doğum tarixi müxtəlif sıralarda, müxtəlif rəqəmlərlə qeyd olunmuşdur. Çünki Peyğəmbər s.ə.v-in doğulduğu zaman, doğulduğu vaxt ərəblərdə tarix ay yox idi. Tarix ay Peyğəmbər s.ə.v hicrətindən hesablanmağa başlandı. Məkkədən Mədiniyə olan hicrətindən başlandı hesablanmağa. Və Peyğəmbər s.ə.v-in doğulduğu və ondan qabaqki illərdə insanlar o vaxtı təyin etmək üçün yalnız illə deyərdilər. Ona görə də Peyğəmbər s.ə.v-in doğulduğu ili fil ili adlandırılır. Çünki o vaxtı ki Əbrəhə öz filləri ilə Məkkəyə hücum etmək istəyirdi, Allah subhanətə Məkkə şəhərini, Məkkəni qoruyur. Və buna görə də həmin il elə o cür nə də adlanırdı, fil ili. Peyğəmbər s.ə.v-in doğumu üçün də deyərdilər ki, Peyğəmbər s.ə.v fil ilində doğulub. Və ay, vaxt yox idi. Ona görə də alimlər daha çox üzərində dayandıqları ay Rabiül əvvəl ayının 9-u və yaxud da 12-sidir. Rabiül əvvəl ayının 9-u və yaxud da 12-sidir. Ona görə də bu günləri Peyğəmbər s.ə.v-in doğum gününü qeyd edənlər yalansıdırlar. Çünki Peyğəmbər s.ə.v doğum gününü qeyd etməyib və bu haqda da doğru bir tarix gəlməmişdir. Və söylənilir ki, miladı tarixi ilə bu hardasa 22 aprelə düşür. Və Peyğəmbər s.ə.v Məkkədə 53 il yaşadıqdan sonra Mədinəyə hicrət etmiş və 10 ildə orada yaşamışdır. Və hicrətin 11-ci ilində Rəbiül əvvəl ayının 12-si, birinci günü, əsr vaxtına yaxın 63 yaşında da Allah s.ə.v dünyasını dəyişmişdir. Peyğəmbər s.ə.v dünyasını dəyişmişdir. 40 yaşında ona peyğəmbərlik verilmişdir. 40 yaşında Allah s.ə.və peyğəmbərlik verilmişdir. Və 13 il Məkkədə Allahın dininə dəvət etdikdən, yəni bu 13 ilin 3 ilini gizli dəvət, 10 ili açıq dəvət, ondan sonra Peyğəmbər s.ə.v Mədinəyə hicrət edir və 10 il də orada dəvət edir və Mədinədə də Peyğəmbər s.ə.v dəfn olunur. Ənəs ibn Məlik deyir ki, Allah Rasulü s.ə.v 63 yaşında ikən dünyasını dəyişdi. İbn Abbas deyir ki, Peyğəmbər s.ə.v Məkkədə 13 il, Mədinədə 10 il qaldıqdan sonra 63 yaşında dünyasını dəyişir. Eyni ilə Əbu Bakır da, eyni ilə Ömər radiyallahu anh da, eyni ilə Həzrət Əli radiyallahu anh da 63 yaşında dünyalarını dəyişmişlər. Onu dünyaya gətirən, yəni doğuş zamanı ona kömək, anasına kömək edən Abdurrahman ibn Avf radiyallahu anh'ın anası Əmirin qızı şifə olmuşdur. Doğumunun 7-ci günündə sünnət olunması barəsində Peyğəmbər s.ə.v-in sünnət olunması barəsində bir çox rəylər vardır. Bəzilər demişlər ki, Peyğəmbər s.ə.v elə sünnətli olaraq da doğulmuşdur. Və bu barədə bəzi hədislər getirirlər ki, və bu hədislər də uydurmadır. Uydurmadır. Yəni, sünnətli doğulması barəsində. Bəziləri qeyd edirlər ki, süd anasının yanında mələklərin qəlbini açdıqları gün sünnət edilmişdir. Lakin bu da zəif rəydir. Doğru olan isə, alimlərin əksəriyyəti söyləyirlər ki, doğumunun 7-ci günündə Abdülmuttalib onu sünnət etdi və ən doğru rəy də elə budur. Yəni, babası Abdülmuttalib onu sünnət etmişdir. Ona ilk xidmət edən Peyğəmbər s.ə.v-in atası Abdullahın xidmətçisi Ummu Əymən olmuşdur. Yəni, Peyğəmbər s.ə.v-ə ən çox baxan atası Abdullahın xidmətçisi Ummu Əymən olmuşdur. Ummu Əymən müsəlman ona qədər yaşamış, hicrət etmiş və Peyğəmbər s.ə.v-dən 5 və 6 ay sonra dünyasını dəyişmişdir. Allah Resulü s.ə.v onu öz oğulluğu olan Zeyd ibn Həris ilə evləndirmiş, Usamə ibn Zeyd radiyallahu anh'unun da anasıdır. Usamə ibn Zeyd radiyallahu anh'unun da anasıdır. Peyğəmbər s.ə.v Ummu Əymən radiyallahu anh üçün deyərdi ki, Ummu Əymən, Ummu bə'du ummi. Yəni, anamdan sonra mənim anamdır. Yəni, Peyğəmbər s.ə.və daha çox baxdığına görə, xidmət göstərdiyinə görə, onu anasından sonra bir ana kimi Peyğəmbər s.ə.v onu adlandırardı. Rasulullah s.ə.v-in
atasına gəldikdə Abdülmuttalibin oğlu, babası Abdülmuttalibin oğlu Abdullahdır. Muhammedin atası o doğulmamışdan öncə, yoxsa sonra öldümü? Bu barədə alimlər arasında bəzi rəylər vardır. Və ən doğru rəylərin ən doğrusu, Allah Resulü s.ə.v anasının bətnində ikən atasının öldüyüdür. Lakin bəzi rəylərə görə isə Peyğəmbər s.ə.v-in doğulduqdan 7 ay ötdükdən sonra atası dünyasını dəyişmişdir. Abdullah ticarət məqsədi ilə Şama gedib qayıtdıqda Mədinədə yaxınlığında olan Darul Nəbiyyətüz Zəhra adlanan yerdə dünyasını dəyişir və elə orada da dəfn edilir. Bilin ki, Allah Resulü s.ə.v-in atası da, Peyğəmbər s.ə.v-in anası da, yəni müşrik olaraq, kafir olaraq dünyalarını dəyişmişlər. Bu barədə Allah Resulü s.ə.v-dən bir nəfər soruşur ki, ya Resulullah, atam haradadır? Peyğəmbər s.ə.v deyir ki, cəhənnəmdə. Adam çıxıb gedmək istəyəndə Peyğəmbər s.ə.v onu çağırır və deyir ki, heç şübhəsiz ki, mənim atam da, sənin atan da cəhənnəmdədir. Həmçinin Allah Resulü s.ə.v anası üçün Allahdan bağışlanma dilədikdə Allah Taala ona qadağan etdi bunu. Çünki bilirsiniz ki, müşrik kimi ölən heç bir kimsə üçün Allahdan bağışlanma diləmək olmaz. Kafir kimi ölən kimsə üçün. Və Peyğəmbər s.ə.v anasının qəbrini ziyarət etmək üçün Allah Taala'dan izin istəyir və Allah Subhanahu Taala buna izin verir. Anasına gəldikdə isə Allah Resulü s.ə.v-in anası Kiləbin oğlu Zuhrənin oğlu Abdülmənəfin oğlu Vəhbin qızı Əminədir. Kiləb Peyğəmbər s.ə.v-in ulu babalarından və nəslində, nəsəbində 5-ci babasıdır. Və anası ilə atası da həmin o nəsəbdə bir-birinə birləşirlər. Anası Əminədən sonra, onu dünyaya gətirəndən sonra ilk əmizdirən Əbu Ləhəbin, Peyğəmbər s.ə.v əmisinin köləsi Suveybədir. Ərəblərdə o vaxtlar belə bir adət var idi ki, yeni doğulan körpə uşağı həmişə digər bölgələrə aparardı və başqa bir qadınlara verərdilər əmizdirmək üçün ki, o doğulan uşaq sağlam olsun. Sağlam olsun. Və bunu uşaqların daha sağlam olmaları üçün edirdilər. Suveybə öz oğlu Məsrubla bərabər onu bir aya yaxın əmizdirmişdir. Həmçinin də Suveybə Peyğəmbər s.ə.v əmisi olan Həmzəni də əmizdirmişdir. Bundan sonra Məkkəyə Bəni Sa'd ibn Bəkr ibn Həvazin qəbiləsindən bir neçə süd əmizdirən qadınlar gəlirlər ki, uşaqları götürsünlər və hər bir uşağı götürür və Həlimə adlı qadın baxır ki, Peyğəmbər s.ə.v təkdir, yetimdir və heç kəs onu götürmür. Və yetim olduğu üçün onu heç kəs götürmür, lakin Həlimə sonunda məcbur olur, onu götürür. Məcbur onu götürür. Həlimənin əri Həris ibn Abdüluzzadır. Hər ikisi də Sa'd ibn Həvazin qəbiləsindəndir. Uşaqları Peyğəmbər s.ə.v-in süd qardaşlarıdır. Uşaqlarından Abdullah, Ənisə və Qudamə, həmçinin bu Şeymə kimi də tarixdə tanınır. Peyğəmbər s.ə.v-in yetişməsində, Allah Resulü s.ə.v böyüməsində bu qadının rolu çox olmuşdur. Həlimə həmçinin Əbu Sufyan radiyallahu anhum da Peyğəmbər s.ə.v-in qatı düşmənlərindən olan Əbu Sufyanı da əmizdirmişdir. Və Əbu Sufyan da bir tərəfdən Peyğəmbər s.ə.v-in süd qardaşı sayılır. Və Həlimə Məkkədə olduğu o günlər qıtlıq və aclıq günləri idi. Həqiqətən də qıtlıq və aclıq günləri idi və dəvələri də süd vermirdi. Lakin Həlimə 2 ildən, deməli, qadın Peyğəmbər s.ə.v-i öz yurduna gətirdiyi zaman Allah Subhanahu Taala'nın izni ilə Həlimənin ailəsinə, Həliməyə və onun ailəsinə, mal qaralarına bərəkət verilmişdi. Həlimə deyir ki, Peyğəmbər s.ə.v süd əmmək üçün sinəmə yaxınlaşdıqda sinəsi südlə dolardıdır. Allahu Akbar. Dəvələr də süd verməyə başladıdır. Və deyir ki, Həlimə 2 ildən sonra onu süddən kəsir. Artıq böyümüş və güclənmişdir. Həlimə hər 6 aydan bir onu anasını görmək üçün Məkkəyə gətirərdi. Və Məkkəyə gətirərdi. Və artıq Əminənin yanında böyümüş və Peyğəmbər s.ə.v-dən gələn o bərəkətdən çox sevinç duyan Həlimə uşağı bir müddətdən sonra gətirir ki, anasına qaytarsın və deyir ki, mən bu uşağın mənimlə qalmasını yenə də istəyirəm və Əminə buna razı qalır, razı olur. Və Həlimə Peyğəmbər s.ə.v-i götürərək yenidən öz yurduna qayıdır. 2 ildə daha süd anası ilə bərabər qalır. Lakin bu zaman
Həlimənin yaşadığı yerdə, yəni Peyğəmbər s.ə.v qaldığı yerdə şaqq-ı sadr, yəni qəlbin yarılması hadisəsi baş verir və bu da artıq Həlimə üçün bir qorxu idi və onu gətirir, qaytarır anasına. Yəni bu hadisə bizə Buxar və Müslim rəvayət edir və Ənəs ibn Məlik deyir ki, Peyğəmbər s.ə.v uşaqlarla oynayırdı və Cəbrail əleyhissalam gəldi, onu götürərək yerə yıxır və qəlbini yarır, sinəsini yarır və qəlbini çıxardır. Subhanallah. Qəlbini çıxardır və qəlbinin içərisindən qara bir laxta qan çıxardır və deyir ki, bu sənə şeytandan bir paydır. Və onu bir qızıldan bir qab gətirir, o qabın içərisində zəmzəm suyu ilə yuyur. Zəmzəm suyu ilə yuyulandan sonra o qəlbi təzdən Cəbrail salam qoyur yerinə. Və uşaqlar da qışqıraraq Həlimənin yanına qaçırlar və deyirlər ki, Muhammed öldürüldü. Muhammed öldürüldü. Və Ənəs ibn Məlik radiyallahu anh deyir ki, mən Peyğəmbər s.ə.v sinəsində o yarığı, yəni o yarığın izinidir görmüşəmdir. Sinəsində o izidir görmüşəmdir. Bu hadisədən sonra Məkkəyə anasının yanına gətirilir. 2 il orada qaldıqdan sonra anası onu Mədinəyə, qohumlarının, dayılarının, atasının qəbrini ziyarətə aparır. Mədinədə 1 ay qaldıqdan sonra geri qayıdırlar və yolda anası xəstələnir. Məkkə ilə Mədinə arasında olan Əbuva adlanan yerdə dünyasını dəyişir və orada da dəfn edilir. Anasının dünyasını dəyişdikdə Allah Resulü Muhammed s.ə.v-in artıq 7 yaşındaydı. 7 yaşındaydı. Bu qədər dəyərli müsəlmanlar, inşallah növbəti dərsimizdə Peyğəmbər s.ə.v-in həyatına toxunmağa davam edəcəyik. Subhanəkə Allahumma və bihamdi əşhədu ən la iləhə əntə əstəğfiruka və ətubu ileyk.